Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Bir şad xəbər verim. Bugün Dövlət Təhlükəsizlik Xidmətinin yaranma günüdür. Yarandığı günə daş yağsın. Əlin Ağayev elə bir obraz geyindi ki, elə bir obraza büründü ki, son zamanlarda bu rejimin sonu çatacaq da artıq vilayət Eyvazov Qazad qaldı pərdənin arxasında. Bu saat xalqın divan tutmaq istədiyi birinci Əliyev ailəsidir, ikinci Əlin Ağayev ailəsidir. Və deyilənmədənlərin belə bir gündə Dövlət Təhlükəsizlik Xidmətinin yaranma günündə İlham Əliyev Təhlükəsizlik Xidmətinin əməkdaşlarının peşə bayramını təbrik eləmək əvəzinə Əlin Ağayevin qudası Sumqaydın komissarını təbrik eləyir. General-mayor Qarayevi. Məhz ona general rütbəsi də ona görə. Gör, nə gündə isə Sumqaydın komissarı generaldır. Komissar da general olar. Neysə, Amerikada 6 general var, Azərbaycanda 1600 general var. Hər neysə, dəyərli vətənlərim, dəyərli soydaşlarım, belə bir gündə, Dövlət Təhlükəsizlik Xidmətinin yaranma günündə Əlin Ağayevin arvadı mədə kiçiltmə əməliyyatı, yağlarını götürmə əməliyyatı etdirən zaman Türkiyədə komaya düşübdür. Bəli, ölüm ayağındadır. İnşallah o tərəfli olar. Və deyilən vətənlərim, buradan Əlin Ağayevə səslənirəm. Əlin Ağayev, bu saat Qudanın evində qırğın gedir, dava gedir. Arvadın komaya düşdü. Etmə edərlər zamanıdır. Bu dünyada nə etmisənsə, elə cavabını, əziyyətini bu dünyada çəkəcəksən. Əlin Ağayev. Bu xalqın ahnaləsini az alcınən Əlin Ağayev. Mənim kanallarımı şikayət eləyəndə, Alyona söhbət üzərindən öz qızının qisasını alanda və Alyona dalınla gedib Alyonu yoxşayar qız axtarılanda bu söhbətlər üzərindən mənim kanalımı vurdun, eləmi? Əlin Ağayev, bilmədinmi səni vuran vuracaq. Bizim gücümüz çatmır, bizim heç nəyimiz yoxdur, bizim Allahımız var. Top sizdə, tank sizdə, yal sizdə, milyard sizdə. Amma bizim Allahımız var. Əlin Ağayev, sənin İlham qaçacaq. Nepalda görmədin mən nazirlər nə günə düşdü. İlham qaçacaq ölüm adından, ya nə addan qaçacaq? Siz hara qaçacaqsınız? Qızlarınız, arvadlarınız hara qaçacaq? Sizə divan tutacaq, divan. Bizə bir Əli dağı çəkdiniz, bir Vəli dağı çəkdiniz. Sizə bu dünyada sizə kusturacağıq, həyatınızı qaraldacağıq. Hazırlaşın, may ayına az qaldı.